İran parlamentinin prezident Məsud Pezeşkiyan və onun başçılıq etdiyi hökumət əleyhinə radikal çıxışları, eləcə də Azərbaycan Respublikasına qarşı açıqlamaları ilə tanınan deputatı Əbülfəzl Zöhrəvənd barəsində axır ki, hüquqi müstəvidə ölçü götürülüb. 2 gün əvvəl İran məhkəmə hakimiyyəti Zöhrəvəndə mediada milli təhlükəsizliyə xələl gətirən və ictimai rəyi çaşdıran çıxışlarına görə müvafiq maddələrlə cəza verildiyi bildirilib. Məsələnin ironik cəhəti budur ki, Əbülfəzl Zöhrəvənd İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvüdür. Hökmün konkret olaraq hansı çıxışa və fikirlərə görə çıxarıldığı rəsmən açıqlanmasa da, onun İsrail ilə İran arasında 12 günlük müharibə ilə əlaqədar həqiqətə uyğun olmayan iddialarla bağlı olduğu qeyd edilib. Məhkəmə araşdırması İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən daxil olan şikayət əsasında Tehran prokurorluğunun açdığı cinayət işi çərçivəsində baş tutub. Cinayət işi başlamazdan öncə parlamentin deputatların davranışına nəzarət heyətinə sorğu göndərilib və həmin heyət Zöhrəvəndin açıqlamalarının deputat vəzifələri çərçivəsində olmadığına dair rəy verib. Son olaraq, məhkəmə Əbülfəzl Zöhrəvənd barəsində icrası 3 il təxirə salınmaq şərti ilə 3 ay 1 gün həbs hökmü çıxarıb. Eləcə də onun mediada hər hansı şəkildə çıxış etməsinə 2 il müddətinə qadağa qoyulub. Bundan əlavə, Zöhrəvəndlə müsahibəni yayan media orqanı məhkəmənin qərarı ilə cərimə olunub. İran siyasi praktikasında nadir hallarda baş verən bu hadisə mediada və sosial şəbəkələrdə geniş müzakirələrə və müxtəlif şərhlərə səbəb olub. O cümlədən qısa müddətdə rəsmi məlumatda qeyd olunmayan hansı çıxışın Zöhrəvəndin cəzalandırılmasına gətirib çıxardığı müəyyən edilib. Söhbət cari ilin iyul ayında İsrail-İran müharibəsindən az sonra Zöhrəvəndin müntəzəm olaraq çıxış etdiyi Təhririyə adlı YouTube kanalına verdiyi müsahibədən gedir. Həmin müsahibədə 12 günlük müharibənin gedişi və nəticələrini şərh edən Zöhrəvənd faktiki olaraq Məsud Pezeşkiyanı və onun rəhbərlik etdiyi hökuməti İsrailin və Qərbin maraqlarına xidmət etməkdə ittiham edib və bildirib ki, bu hökumət bir layihədir və onun səlahiyyətləri bitənə qədər İslam Respublikasının da işi bitməlidir. Söhbət mövcud quruluşu daxildən yıxmaqdan gedir. Bunun nəticəsində o, İranın parçalana biləcəyini də iddia edib. Beləliklə, Zöhrəvənd Pezeşkiyanın ölkədəki quruluşu devirmək niyyətində olduğunu bildirib və əgər çevriliş varsa, ona qarşı çevriliş etmək lazımdır deyə əlavə edib. Yəni, Pezeşkiyan hökumətini devirməyə çağırıb. Deputat onu da qeyd edib ki, parlamentin hazırki tərkibində Pezeşkiyanın impiçmenti mümkün deyil. Ona görə də ali rəhbər, yəni Ayətullah Xameneyi özü məsələyə müdaxilə etməlidir. Bununla yanaşı Zöhrəvənd Pezeşkiyanın prezident postunu tutmaq üçün minimum səriştəyə belə malik olmadığını vurğulayıb və onun 12 günlük müharibədən sonra məşhur telejurnalist Tucker Carlsona verdiyi müsahibəyə baxdığı zaman dəhşətə gəldiyini bildirib. Qeyd edək ki, özünü inqilabçı diplomat adlandıran Əbülfəzl Zöhrəvənd ötən ilki prezident seçkilərində Məsud Pezeşkiyanın başlıca rəqibi olmuş Səid Cəlilinin tərəfdarlarından biridir. Eyni zamanda Cəlilini dəstəkləyən Sabitlik Cəbhəsi adlı təşkilata bağlıdır. Təsadüfi deyil ki, İran mediası onu çox vaxt məhz bu rakursdan Cəliliyə yaxın deputat və Sabitlik Cəbhəsinin nümayəndəsi kimi təqdim edir. O da qeyd olunmalıdır ki, əvvəllər İranın İtaliyada və Əfqanistanda səfiri olmuş Zöhrəvənd Səid Cəlilinin Ali Milli Təhlükəsizlik Şurasının katibi olduğu dövrdə 2008-2012-ci illərdə onun ictimaiyyətlə əlaqələr üzrə müavini vəzifəsini tutub, onunla birlikdə Qərblə nüvə müzakirələrində iştirak edib. Lakin hazırda o, Qərblə İranın nüvə proqramına dair danışıqların qəti əleyhdarıdır və Pezeşkiyan hökumətini həm də buna görə tənqid edir. Son illər mediada çox aktiv olan və bir növ Səid Cəlilinin danışan dili funksiyasını yerinə yetirən Zöhrəvənd sözü gedən müsahibənin ardınca bir sıra qalmaqallı açıqlamalar verməkdə davam edib. Bu açıqlamalar bəzən o qədər absurd xarakter daşıyıb ki, Populyar Xəbər onlayn saytı onlardan Zöhrəvəndin əcaib sözləri başlığı ilə kollaj hazırlayıb. Məsələn, o, Amerika Birləşmiş Ştatlarının 12 günlük müharibə zamanı İranın mühüm nüvə obyektlərinə zərbələr endirdiyi B-2 strateji bombardımançı təyyarəsini 35 ildən qalma aeroplan adlandırıb. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının dağılmaqda olduğunu bildirib. Həmçinin Zöhrəvənd İranın nüvə silahının yayılmaması müqaviləsindən NPT-dən çıxmasına çağırış edib. Eyni zamanda İranın 90%-dən çox zənginləşdirilmiş onlarla ton uran istehsal etməsinin, müxtəlif növ kütləvi qırğın silahlarına malik olmasının vacibliyini bəyan edib. Zöhrəvəndin son vaxtlar ən geniş rezonans doğuran açıqlaması İranın Rusiyadan və Çindən aldığı silahlarla bağlı olub. Sentyabr ayının axırlarında Zöhrəvənd bəyan edib ki, Rusiya istehsalı olan MiG-29 qırıcıları İrana gəlib və Şirazda yerləşdirilib. Su-35 qırıcıları isə artıq yoldadır. O həmçinin iddia edib ki, Çinin HG-9 hava hücumundan müdafiə sistemləri və Rusiyanın S-400 sistemləri İrana çatdırılmaqdadır. Bu iddialar nəinki təsdiqini tapmayıb, həm də İranda ciddi etirazlar doğurub. Belə ki, mühafizəkar cərəyana bağlı Xorasan qəzeti Zöhrəvəndi kəskin tənqid edən məqalə ilə çıxış edərək yazıb. Parlamentin Milli Təhlükəsizlik Komissiyasından söhbət gedəndə gözlənilən budur ki, onun üzvləri ölkənin hərbi sirlərini asanlıqla mediaya deməzlər. Amma son vaxtlar həmin komissiyanın üzvü olan Zöhrəvəndin dilindən çıxanlar müdriklik və sayıqlıq nümunəsi olmaq əvəzinə sadəlövlük simvoluna bənzəyir. Məqalədə Zöhrəvənd
açıq şəkildə ölkənin milli təhlükəsizliyi ilə təhlükəli oyun oynamaqda və düşmənin arzusuna uyğun sözləri mediaya deməkdə ittiham olunub. Sözü gedən məqalə bir çox İran saytları tərəfindən də dərc olunub. Yeri gəlmişkən Zöhrəvənd öz çıxışlarında Məsud Pezeşkiyanı təkcə qərblə danışıqlara can atmaqda deyil, həm də Rusiya və Çinlə müttəfiqlik münasibətlərinə lazımi diqqət yetirməməkdə günahlandırır. Amma bu tənqidlərdə geosiyasi məsələlərlə yanaşı bir məqamda diqqəti cəlb edir. Zöhrəvənd Pezeşkiyanı qərblə münasibətlərə dair açıqlamalarında öz sözləri ilə desək, Hüseyn Qanihic həxamənşi genini bada verməkdə itham edib. Bu ifadə Zöhrəvəndin və onun təmsil etdiyi cəryanın İslam diskursuna deyil, pan-İranist ideologiyaya istinad etdiyini aydın şəkildə göstərməkdədir. İslamdan çox-çox öncəki qədim İran sülaləsi sayılan həxamənşi və ya əhəməni genindən danışılması başqa cür şərh edilə bilməz. Bu isə ona dəlalət edir ki, Məsud Pezeşkiyan məhz pan-İranist məfkurənin daşıyıcıları tərəfindən ciddi təzyiq altında saxlanılır və bu prosesdə hətta onun prezident postundan kənarlaşdırılması üçün cəhdlər edilir. Pezeşkiyanın Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək səyləri də məhz buna görə tənqid atəşinə tutulur. Məsələn, həmin Zöhrəvənd Məsud Pezeşkiyanın iyul ayında Xankəndinə səfər etməsinə kəskin etirazını bildirib. Daha sonra İran prezidentinin oğlu Yusif Pezeşkiyanın Azərbaycanla münasibətlərə dair məlum məqaləsindən qeyzə gələrək deyib: "Prezidentin oğlu kimdir, nəçidir? O hansı elmi baza və təcrübə əsasında məsələlər barədə fikir bildirir? Pan-türkizmdən, Azərbaycandan, Zəngəzurdan danışır." Bu faktları nəzərə alıb deyə bilərik ki, İranda daxili siyasi mübarizə yalnız islahatçı mühafizəkar söyləmləri əsasında deyil, daha dərin və mürəkkəb məsələlərin, o cümlədən etnosiyasi amillərin təsiri altında davam etməkdə və kəskinləşməkdədir.